Kalium hidrokarbonatın məhlulu, yəni kalium hidrokarbonatın suda məhlulu 200 qram X faizli 200 vurulsun X bölünsün 100 2x qram kalium hidrokarbonatsa 200 minus 2x qram da sudur. Bunu bölürəm demək bunun emerinə 100-ə. Bu zaman 2-ni deməli 100-ə böləndə bu eləyir 0,2x mol kalium hidrokarbonat. Bu isə demək 18-ə bölünür. Daha burada bunu bölmək olmur. Bu da 200 minus 2x böl 18 mol sudur. Kalium hidrokarbonatda 19 bunun protonu, 1 bunun protonu, 6 bunun protonu, 8 üçün 24 də bunun protonu. 19 üstə gəl 1, üstə gəl 6, üstə gəl 24, 50 eləyir. Deməli 50 proton var, mol da bu qədərdir. 50-ni vururam 0,2-yə. Bu eləyəcək deməli X. Burada deməli X proton var. X proton. Burada isə proton, biz bilirik ki, suda proton nə qədərdir? 1-i 2-yə vururam 2. Oksigen də 8 elədi 10. O da buradan bərabərdir. 2000 çıxılsın 20 X bölünsün 18 proton da bundadır. Və bizə deyir ki, protonların kütləsi, yəni ki, X üstə gəl 2000 çıx 20 X böl 18 məhlulun kütləsini, yəni 200-ün 55%-ni, yəni 0,55-ini təşkil eləyir. Yuxarını həll eləyir 18 qarı məxrəcdə 2000 çıxılsın 2x eləyir. Belə yazıram bunu. 2000 çıxılsın 2x 18 düşür aşağı. Buradan deməli 2000 çıx 2x bərabərdir. 0,55-i vururam 200-ə, vururam 18-ə. 1980 eləyir. 2000-dən çıxıram 1980-i bölürəm 2-yə. X buradan 10-a bərabər olacaqdır.